qanuni, legal investisiyanı fırıldaqçıların tələsindən necə ayırd etmək olar? Ümumiyyətlə, investisiya edərkən nələrə diqqət olunmalıdır? Mütəxəssislərin tövsiyəsi növbəti sujetimizdədir. Az pul qoyun, çox qazanc götürün. Sosial şəbəkələrdə geniş yayılan belə məzmunlu təkliflərin doğruluğuna inananlar linklərə daxil olaraq şəxsi məlumatlarını qeyd edir və qazanmaq ümidi ilə büdcələrinə uyğun tariflər alırlar. Bu zaman saxta sayt tərəfindən həm ödənilən məbləğ, həm də müştərinin bank hesabındakı digər vəsait mənimsənilir. İnsanlar bu saytları kriptovalyuta, virtual yatırım layihəsi zənn edirlər. Bəs onların dələduz olduğunu necə anlamaq olar? Qısa zamanda yüksək gəlir verən layihələrdən qaçmaq və bunlardan uzaq durmaq lazımdır. İkinci növbədə çalışın bu tip layihələrin arxasında duran şirkətləri və onların idarə edən şəxsləri araşdırın. Həmin layihələrin saytları və sosial şəbəkələrdə olan davranışlarına diqqət etmək lazımdır. Üçüncü isə mütləq şəkildə diqqət etmək lazımdır ki, bu şirkətlərin lisenziyası varmı və ölkənin maliyyə tənzimləyici orqanları tərəfindən nəzarətdədirlərmi? Elnur Quliyev deyir ki, investisiya təşkilatı kimi fəaliyyət göstərən lisenziyalı qurumlar mövcuddur və onların saytları da var. Onlar qanuni fəaliyyət göstərir və vətəndaşlara da yatırım müqabilində müəyyən gəlir verirlər. Bəs vətəndaşlar saytın həqiqi və ya saxta olduğunu necə anlaya bilərlər? İnformasiya texnologiyaları üzrə ekspert Rəşad Əliyev deyir ki, bu tip saxta saytların ömrü adətən 1-2 ay olur. Dələduzlar hər dəfə yeni saytlar açırlar. Saytı yoxlamaq lazımdır ki, bu sayt yeni yaranıbmı, yoxsa köhnədirmi? Bu arxiv orqu ola bilər saytı ilə və ya WHOIS ilə məlumatları ilə yoxlamaq olur ki, məlumat sayt köhnə və təzəlidir. Vətəndaşlara şirnikləndirici investisiya təkliflərinə inanmamaq, kifayət qədər iqtisadi biliyə sahib deyillərsə, bu sahədə məlumatlı birindən məsləhət almaq tövsiyə olunur. Digər bir məqam isə belə saxta şirkətlərin yalnız onlayn fəaliyyət göstərməsidir.